Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının sessiyasında iştirak etmək məqsədi ilə Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ikinci qadın siyasi liderlər forumunda çıxış edib. Sahibə Qafarova çıxışında Assambleyanın qadınlarla bağlı məsələləri daim gündəmdə saxlamasını təqdir edərək, xüsusilə daha inklüziv və gender məsələlərinə həssas yanaşan parlamentlərin qurulması ilə bağlı müzakirələrin bütün qadın deputatlar üçün böyük maraq kəsb etdiyini bildirib. Milli Məclisin sədri beynəlxalq parlament təşkilatlarında gender bərabərliyi və qadınlara qarşı zorakılıqla mübarizə ilə bağlı bir sıra vəzifələr tutmuş bir millət vəkili kimi bu məsələdə bir amilin həll edici əhəmiyyətini hər zaman vurğuladığını deyib. O bildirib ki, uğur əldə etmək üçün qadın və kişilərin bərabər hüquqlara malik olması ideyası cəmiyyətin əsas dəyərinə çevrilməlidir. Digər tərəfdən etiraf edilməlidir ki, qadınların ictimai həyatın bütün sahələrində və qərar qəbul etmə proseslərində bərabər iştirakı olmadan güclü, firavan və dayanıqlı cəmiyyət qurmaq mümkün deyil. Spiker Sahibə Qafarova Qadın Siyasi Liderlər Forumunda Azərbaycan Milli Məclisinin təcrübəsi və ölkəmizdə gender siyasəti istiqamətində əldə olunmuş nailiyyətlər barədə də məlumat verib. Azərbaycan qadınların hüquqlarının və qərarlarının qəbulunda fəal iştirakının təmin edilməsinə tam sadiqdir. Azərbaycan 1918-ci ildə əksər Avropa ölkələrini də qabaqlayaraq qadınlara səsvermə hüququ verib. 2024-cü ilin sentyabrında keçirilən seçkilər nəticəsində isə qadınlar parlamentdəki 125 yerdən 26-sını qazanıblar ki, bu da əvvəlki dövrlə müqayisədə say artımını nümayiş etdirir. Bu gün qadın deputatlar parlamentin əksər komitələrində təmsil olunur ki, bu da parlament tərəfindən tənzimlənən bütün məsələlərin müzakirəsi zamanı onların fikirlərinin nəzərə alınmasına imkan verir. Parlamentin 15 komitəsindən 5-nin sədr müavinləri qadındır. Ailə, Qadın və Uşaq Məsələləri Daimi Komitəsinə qadın deputat rəhbərliyi edir. Son 5 ildə komitə tərəfindən 47 qanun layihəsinə baxılıb. Gender və ailə məsələləri ilə bağlı 16 ictimai dinləmə keçirilib. Spiker Sahibə Qafarova çıxışında Azərbaycanın gender məsələləri ilə bağlı beynəlxalq parlament təşkilatlarında təşəbbüsləri və fəaliyyəti haqqında da danışıb. O deyib ki, Azərbaycan Milli Məclisi parlamentlərarası təşkilatların işində yaxından iştirak edərək bu gündəliyi daha da zənginləşdirmək üçün təşəbbüslər irəli sürür, qadınlarla bağlı məsələlərdə beynəlxalq əməkdaşlığa güclü dəstək verir. O cümlədən Türk dilli dövlətlərin Parlament Assambleyasının Qadın Parlamentarilər qrupu Assambleyanın 2019-cu ildə Bakıda keçirilmiş 9-cu plenar sessiyasında yaradılıb. Asiya Parlament Assambleyasının hazırki sədri kimi Milli Məclis Assambleya çərçivəsində qadınlar üzrə komissiyanın yaradılmasını təklif edib ki, bu da hazırda üzv parlamentlərin müzakirəsindədir.